Şəhərin mərkəzində Nərimanov heykəlinin 2 dəqiqəlik məsafəsində yerləşən gördüyünüz üzəri ağlay daşları ilə bəzədilmiş o binada ümumi sahəsi 103 kvadrat metr təşkil edən və qanuni 2 otaqdan ibarət olan mənzil satın almaq istəyirsinizsə, bu videonu mütləq izləyin. Giriş etdik mənzilin daxilinə. Gördüyünüz kimi bura nəzərdə tutulan bir otaq, qonaq otağı geniş formadadır, 3 pəncərə var. Bu gördüyünüz pəncərə də eyvan tərəfə baxır. Döşəmə parketdir. Mənzilin kosmetik təmirə ehtiyacı var. Bura hol hissəsi, mənzilin giriş qapısı o istiqamətdəndir və kəsid aldıq nəzərdə tutulan mətbəxə. Burada da gördüyünüz kimi santexnik işləri görülür. Mətbəx mebeli quraşdırılmalıdır. Buranın da pəncərəsi var. Eyvana çıxış bu hissədəndir. Və burada yataq otağı. İkinci otaq. Buranın da pəncərəsi əsas küçəyə baxır. Hüseyin Cavid Parkı o istiqamətdə yerləşir. Nərimanov heykəli də bu istiqamətdə. Və burada hamam otağı. Gördüyünüz bu mənzilin isitmə sistemi komplidir. Bu mənzili satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.